Salam dəyərli abituriyentlər. Bəzilərimiz üçün biraz ağır tipli dünya əhalisi məsələləri var. Yəni çaşqınlıq, çətinlik çəkirsiniz. Onlardan biri də məhz bu sualdır. Gəlin baxaq. Təbii ki, əhalinin sıxlığı var, əhalinin təbii artımı var. Təbii ki, əmək ehtiyatları məsələsi var. Onu da qeyd edim ki, əgər bizim dərslərimiz hal-hazırda qruplarımız davam edir, məsələlərdə yəni əziyyət çəkənlər, çətinlik çəkənlər bizə qruplara müraciət edə bilərlər. Gəlin baxaq. 2000-ci ildə diqqətlə baxırıq. Ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrə, hər 1 kvadrat kilometr 48 nəfər olub. 2000-ci ildə. 2020-ci ildə təqribən 20 ildən sonra bu 88 nəfər olub. Sahəsi 220 min kvadrat kilometr olan ölkədir. Bu illər ərzində əhalinin ədədə ortasını tapmalıyıq, dəyərli abituriyentlər. Hesablayaq. Biz ilk öncə görək, hələ bu əhali nə qədər artıb, onu tapmalıyıq. İlk öncə, baxın, mən tənasübdən yazıram. 1 kvadrat kilometrə nə qədər dəyərli yoldaşlar? Artımı tapmalıyam mən mütləq. İndi 1 kvadrat kilometrə artımı bilməliyəm. 48-dən 88 olub. 88-dən 48 çıxandan neçə nəfər eləyir? Eləyir 40 nəfər, düzdür? Deməli, 1 kvadrat kilometrə artım 40 nəfərdir. Bəs mənə ölkənin sahəsini verir. Baxın, 220 min kvadrat kilometrə, yəni kvadrat kilometrə x bərabərdir 8 milyon 800 min. Deməli, burada ümumi artırdıq. Ümumi sahəni 1 kvadrat kilometrə 48-dən 88 olub, yəni 40 nəfər artıb, 220 minə 8 milyon 800 min. Gəlin baxaq, bu ümumi neçə il ərzində dəyərli yoldaşlar? 20 il ərzindədir. Mən bunu ədəd ortası tapmaq üçün 8 milyon 800 mini neçəyə bölməliyəm? 20-yə. Çünki hər bir ilə artım tapacam. Bu da eləyir 4440 nəfər.